Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Sizə atdığım testlərin izahını çəkin və baxaq. Bizdən soruşur ki, sadə feillər cərgəsini müəyyən edirik. Sadə feillər uşaqlar ya bir kökdən ibarət olacaq, ya da kök və qrammatik şəkilçidən ibarət olacaq. Baxırıq, enmək sözün köküdür, yəni en sözün köküdür. Görməkdən amma görülmək, burada bir leksik var. Ona görə bu variant gedəcək, bu düzəltmədir. Dildən diləmək olur, söylə sözün kökü, düşür sözün kökü. Burada düzəltmə var, getdi. Dincdən dincəlmək olur, dərddən dərdləşmək. Ona görə bu variantda gedəcək. Dardan darıxmaq, dardan darılmaq, dartmaqdan dartınmaq, düzəltmə. Əy sözün kökü mək qrammatik, göndər sözün kökü mək qrammatik, çalış sözün kökü maq qrammatik. Deməli, A variantında hamısı sadədir. Sadə feillər cərgəsini müəyyən edirik. Alçalmaq, barışmaq, yarışmaq. Yəni, cavab A variantıdır. Burada yaz, yazışmaq, leksik var. Oturmaq sözündən t leksikdir. Bərkdən bərkimək, bərkitmək. Ulamaqdan ulaşmaq. Didməkdən didişmək, boğmaqdan boğuşmaq. Ağlamaq, ağlaşmaq. Bozdan bozarmaq. Cavab olacaq A. Çünki hərəsində düzəltmə var. Feildən düzələn feil işlənmişdir deyir. Burada şad sifətindən şadlanmaq feili düzəlib. Fikirdən fikirləşmək isimdən düzəlib. Mələməkdən mələşmək. Cavab C-dir. Ağdan ağarmaq sifətdən düzəlib. Gözümdə saral sözün kökü qrammatik, bu sadə sözdür. Cavab olacaq C variantı. Hansı sıra feildən düzəlmiş feillərdən ibarətdir? Feildən düzəlmiş feil olacaq. Düzəlmə deyəndə uşaqlar biz nə edəcəyik? Sonuncu leksikdən əvvələ baxacağıq. Bu ağ sifətindən ağarmaq, az sayından azalmaq, feildən deyil. Gizlə sözün kökü mək, sözləş, sözdən sözləşmək, isimdən düzəlib. Bozdan bozar, başdan başlamaq. Sifətdən, isimdən. Yazmaqdan yazılmaq, tutmaqdan tutturmaq, cavab D-dir. Haldan hallanmaq, hirsdən hirslənmək, isimdən düzəlib. İsimdən düzəlmiş feillərdən deyir. Burada qızmaqdan olmayacaq, qızar elə kökdür, bu getdi. Beldən belləmək, ruhdan ruhlanmaq. Lanı burada parçalanmayacaq, çünki la ayrıla bilməz, ruhlamaq yoxdur. Cavab B-dir. Yoldan yollamaq, yollamaqdan yollanmaq. Feildən düzəlib bu. Yəni, sonuncu leksikdən əvvələ baxacaq. N-nı atdım, yollamaq qaldı, feildən. Göydən göyərmək sifətdən, düzdən düzəlmək sifətdən, gendən genəlmək sifətdən. Görməkdən görüşmək, çağır sözün kökü sadədir. Cavab oldu B. Sifətdən düzəlmiş feillər. Yazmaqdan düzəlib feildəndir. Boz sifətindən bozar, açmaq açıq, sifət, açıqlamaq feil. Cavab B. Yuxu isimdir, kədər isimdir, şübhə isimdir. Bunlar gedəcək. Sadə feillərdən ibarət dediyinə görə burada baş ismindən la leksik var, düzəltmə var. İş ismindən lə leksik var, düzəltməsi var. Sonra göz ismindən gözləmək düzəltməsi var. İz ismindən izləmək düzəltməsi var. Söydən söylə olmur, saxdan saxla olmur. Dindən dinlə olmur, bələdən bəldən bələ olmur. Gizdən gizlə olmur, yəni hamısı kök və qrammatik və sadə. Cavab C variantıdır. Canlıya qoşulanlarda xoş gəlmisiniz, şərhlər deaktivdir. Dərs YouTube üçün çəkilir, şagirdlərimin tapşırığıdır. YouTube-a yerləşdirib göndərəcəm baxalar. YouTube kanalda Gül Nəzərli Azərbaycan dilidir. İstəyən baxa bilər, sınaqlar var orada, mövzular var orada. Dim toplusunun testlərindən izahları da var. İstəyən girib baxa bilər. Ekran bəyənməzdə etsəz qəşəng olar, etməsəz də canı sağ olsun. Burada rəqəmlərdə çoxalmaq və azalmaq, cisimlərdə genəlmək və sıxılmaq. Qanuni halda
Hansı sözlər başqa nitq hissəsindən düzəlmiş feillərdir? Bax, çox sayından çoxalmaq, az sayından azalmaq. Gen sifətindən genəlmək. 1, 2, 3 E variantı. Atılıb düşmək, yazıb pozmaq, gəlib getmək. Antonimdir. Atılmaq, düşmək, yazmaq, pozmaq, gəlmək, getmək. Antonim feillər. Feil deyil, bir kök, bir leksik, bir qrammatikdir. Deyir, o əsəri bitirdi. Yəni vurğu bura düşsə, buradakı ir leksikdir. Bitmək, bitirmək, bitirdi. Cavab olur A. At suyu acgözlüklə içirdi. İçir idi. Yenə uzaqlara köçürsən. Köç, köçür, isən. Deyəsən səhərlər qaçırsan. Vurğu ıra düşdü, zamandır, hissədir, nədir. Atam tez-tez səfərə çıxırdı. Vurğu ıra düşdü, zaman idi hissəcəkdir. Cavab qaldı A variantı. Düzəltmə feillər sırasını müəyyən edirik. Dağdan dağıl olmaz. Bu kök və qrammatikdir. Getdi. Duzdan duzlamaq olar. Gülməkdən gülümsəmək olar. Amma bu sözə görə götürməyəcəyik. Köçməkdən köçürmək, silməkdən sildirmək, danış sözün kökü bu sadədir. Qışqır sadədir. Baxmaqdan baxdırmaq, bu düzəltmədir. Amma qışqırmaqla ağlamaq sadədir. Ona görə C getdi. Sönməkdən söndürmək, alçalmaq sadədir. Göyüşmək düzəltmədir. Alçala görə bu gedəcək. Aşmaqdan aşırmaq, susmaqdan susturmaq, oturmaqdan oturtmaq. Cavab E variantıdır. Hər üçü düzəltmə feildir. Hər üçü düzəltmə feildir dediyinə görə burada baxacağıq. Hər üçü düzəltmə feil. Deməli, bozdan bozarmaq, yaşdan yaşarmaq, dinlə sözün kökü sadədir. Oxumaqdan oxutmaq, apar sözün kökü sadədir. Görməkdən görüşmək, yazmaqdan yazışmaq, gəlmək sadədir. Yatmaqdan yatırmaq, uçmaqdan uçurmaq, artmaqdan artırmaq. Yəni, ırın üstündə maq varsa leksikdir. Cavab D-dir. Yoxlamaqdan yoxlatmaq, axtarmaq sadədir, baxdan baxışmaq. Bu sadədir, getdi bu variant. Hansı cümlədə sadə feil işlənmişdir? Ümumiyyətlə feil deyəndə təsriflənən və təsriflənməyən hamısına baxacağıq. Feilin biri budur, saxlayıb, biri də anlada bilmək. A, əşəkici, feil üstə gəl bilmək olanda olur mürəkkəb feil. Amma saxlayıb sadədir. Biri götürəcək. Gülzar sevinclə atılıb düşür, deyib gülürdü. Burada 2 dənə feil var. İkisi də mürəkkəb feildir. Bu gedəcək. Elanı oxuyanlar təşəkkür etdilər. Oxu, oxuyan, oxuyanlar. Bu sadə feildir. Təşəkkür etmək mürəkkəb feildir. Amma sadə var. 3-ü götürəcək. Mərkəzdən təşrif buyuranlar bizimlə tanış oldular. Təşrif buyuran tanış olmaq mürəkkəbdir. Onu anladıqca təəssüf, təəssüflənmək, təəssüflənir idi mi? Bax, anladıqca kök və qrammatikdir, sadədir. 1, 3, 5 cavabımız olacaq. Hansı cümlələrdə altından xətt çəkilmiş ifadə mürəkkəb feil deyil? Mən bu kəndə alınmaz qala bilirəm. Aha, bilirəm, bilməyin əvvəlində deməli, əgər A əşəkilçili feil varsa, o zaman bilmək bir yerdə mürəkkəb feildir. Əks halda deyil. Oxuya bilmək, yaza bilmək, danışa bilmək, belə olarsa, hə, mürəkkəb feildir. Amma bilirəm nəyi, nə bilirəm, qala bilirəm. Nəyi qala bilirəm, kəndi, necə qala alınmaz, hansı, mən, filan. Yəni, bilmək burada mürəkkəb deyil. Biri götürəcəyik. Yurdun hər güşəsində istədiyim qədər qala bilirəm. Qala bilmək. Hə, bu mürəkkəb feildir. Ömrünün hər gününü şeir qoşa-qoşa yaşayıb, qoşaraq yaşayıb. Bu mürəkkəb, qoşmaq. Feili bağlama mürəkkəb. Atlar çəmənlikdə qoşa-qoşa cüt mənasını verirsə, bu zərfdir. Feili bağlama deyil.
Yayda bu romanı dönə-dönə oxumuşam. Yəni çox, xeyli oxumuşam. Bu zərfdir. Dönərək oxumayıb ki, bu deyil. O geriyə dönə-dönə hərəkət nizamlamağa, hərəkəti nizamlamağa çalışırdı. Geriyə dönərək. Bax, bunu əvəz edə bildimsə, hərəkət də var. Bu mürəkkəb feildir. Olacaq 1, 4, 5. Burada mürəkkəb feil yoxdur. 2 leksik şəkilsi olan feili müəyyən edirik. Daramaqdan daranmaq, darandı mı? Burada bir dənə leksikdir. Sonra bağdan bağlamaq, bağlamaqdan bağlanmaq. 3'ü götürəcəyik. Yanmaqdan yandırmaq, yandırılmaq. 2'ni götürəcəyik. Yəhərdən yəhərləmək, yəhərlənməkdir. 4'ü götürəcəyik. Vida sözün kökü ulaş leksikdir, qrammatik. Görməkdən görüşməkdir, qrammatik. Böyüməkdən böyütməkdir, qrammatik. Qarşıdan qarşılamaq, qarşılanmaq. 8'i götürəcəyik. 2, 3, 4, 8. 2 leksik şəkilsi olan feillər danladı mı? 2 qrammatik. Təzə, təzələnmək, təzələnməkdir. 3'ü götürəcəyik. Yoxla sözün kökü n leksikdir, qrammatik. Bir dənədir. Bax, baxıldı. Bir dənədir. Təmiz, təmizləmək, təmizlətməkdir mi? 2'ni götürəcəyik. Salam, salamlamaq, salamlaşmaqdır, qrammatik. 4'ü götürəcəyik. 2, 3, 4 olur cavabımız. Oxudun sözünü qurursa sadə olduğunu nəzərə alaraq doğru fikirləri. Oxudun sadə olanda sən bunu dünən oxudun. Düzəltmə olsaydı əmir şəklində sadə dediyinə görə oxu sözün köküdür. Du, keçmiş zamanda, şöhüdü keçmiş. N, şəxs onluğudur. Deməli, feilin xəbər şəklindədir. Bəli, zaman şəkilsi var. İcbar növdə deyil, çünki növ şəkilsi yoxdur. Vurğusu 3-cü hecəyə düşmür. Oxudun, bəli, 3-cü hecəyə düşür. Oxudun. Aha, düzdür. Oxutmaq, oxuyucu, oxudulan yox. Eyni kökü deyil. Bu sadədir. Sadə eyni kökü ola bilməz. Feilin əmir şəklində deyil, xəbər şəklindədir. Çünki orada zaman şəkilsi var. 1 ilə 3 olacaq cavabımız. Feildən düzələn feilləri istəyir bizdən. Yəni burada düzdən düzəl. Bu 2 variantlıdır deyə düz burada sifətdir. Yəni 2 variantlıya qoşulanda düz sifət olacaq. Düzlük, lıq üstü 4 adlara qoşulur deyə bunun kökündəki düz sifətdir. Düzgün, feildən düzələn feilləri dediyinə görə düzgün burada feildən düzəlsə də bu sifətdir. Bu da getdi, bu da getdi. Düzgünlük bu da isimdir, bu da getdi. Düzməkdən düzülmək, düzməkdən düzdürmək. Götürəcəyik 1 ilə 5'i cavabımız. Feildən düzələn, yəni feil düzəldə bilər. 2 variantda olanda adlara qoşulacaq, feilə yox. Feildən feil düzəldə bilməz. Burada ıcı feildən sifət düzəldəcək. Kəsici, qırıcı. Bu da getdi. Yazmaqdan yazdırmaq 3'ü götürəcəyik. Yazmaqdan yazışmaq 4'ü götürəcəyik. Bu düzəltmə feil ola bilməz. Şəxs onluğu olar. 6'nı götürəcəyik. Yazılmaq. Daha doğrusu 3, 4, 6. Yəni feildən sıxdırmaq, sıxışmaq, sıxılmaq. Doğru fikirləri müəyyən edirik. Deyil, feil olmayan nitq hissələrindən düzələn feillərin işləndiyi cümlələr. Soğan acısından gözlərim yaşardı. Bax, yaş ismindən yaşarmaq feili. Biri götürəcəyik. Sevimli müəllimim qocalıb. Qoca sifətindən qocalmaq. Götürəcəyik bunu. 2'ni götürəcəyik. 1, 2. Qapının naxışları qızılı boya ilə rənglənmişdir. Rəng, rəngləmək, rənglənmək. Bax, bu rənglənmək feilindən düzəlib rənglənmək olub. 3'ü götürməyəcəyik. Süfrə səliqə ilə sərilmişdir. Sərmək, sərilmək. Feildən düzəlib. Bunu da götürməyəcəyik. Bozaran. Bax, boz sifətindən bozarma. Bu feildir. Yenə də feilin sifət olsa da yenə də feildir. 2'ni 5'i götürəcəyik. Bu məqalə görünür çoxdan yazılmışdı. Yazmaqdan yazılmaq feildən düzəlib. Ona görə bunu da götürməyəcəyik. Cavab oldu 1, 2, 5. Keçirik indi burada
Uşaqlar, feilin qrammatik məna növləri. Biz deyirdik ki, qayıdış növünün şəkilçisi ıl üstü 4, ın üstü 4 və n-dır. Biz bunlara baxacağıq, düzdür? Növlərdə şəkilçilərə baxırdıq da. Öyrənmək, ıl-ınlı yoxdur ki, məlum növdədir. Oxumaq, oxunmaq. N var, amma qayıdış növünün məzmunu, mənası necə idi? İşi öz üzərində görməkdir, düzdürmü? Burada oxunmaq, amma kimsə tərəfindən oxundu. Bu, məhçul növdədir. Sonra, qapının zəngi çalmaq, çalınmaq. Öz-özünə yox ki, kimsə tərəfindən çalındı, məhçuldadır. Bina özü tikilməz ki, kimsə tikər, kimsə tərəfindən tikilər. Deməli, məhçuldadır. Amma desək ki, dağ dumana büründü, bürüməkdən bürünmək. Həm şəkilçi var, həm özü bürünər, demək qayıdış ola bilər. Sonra feillərdən biri icbar növdədir. İcbarın şəkilçisi olacaq dır üstü 4 və t şəkilçisi. Və icbar növdə biz nə demişdik? Kiməsə artıra bilirik. Yəni, kiməsə yönləndirmək varsa, olacaq icbar növdə. Məsələn, evi sökdürmək, kiməsə sökdürmək. Məna da var, şəkilçi də var, icbar növdədir. Amma işığı söndürdüm özüm, yandırdım özüm, barışdırdım mən, çaxnaşdırmaq mən elədim. Demək, bu hamısı olacaq nə? Məlum növdə. Qarşılıq, birgəlik növdə. Şəkilçimiz nə idi? Iş üstü 4 idi, bir də ş idi. Mütləq şəkilçi çıxmalıdır. Danışmadılar. Yoxdur ki, şəkilçi məlumdadır. Yapışmışdılar. Yoxdur, şəkilçi məlumdadır. Sonra qarışdırırlar. Qarış, qarışdırmaq, qarışdırırlar. Şəkilçi yoxdur, məlumdadır. Ruhum təzələnir, təzələmək, təzələnmək. Məst olur ürək. Yoxdur, bu qayıdışdadır. Mələməkdən mələşmək. Şəkilçi var, iş birgə görülüb, olacaq cavabımız E variantı. Sonra davam edirik uşaqlar. Məhçul növdə olan feil hansı cümlənin tərkibindədir? Sonalar yerişi ondan öyrənib. Məhçul növündə şəkilçisi ıl üstü 4, ın üstü 4 və n-dır. Kimsə tərəfindən ediləcək, subyekti yoxdur. Açılsın gülün nərgizin, gül nərgiz öz-özünə açılır. Bu qayıdış növdədir. Nə göyçək görünür, görünmək qayıdış növdə olacaq. Burada da məhçulluq bir şey yoxdur. Seyr etmir köysündə türfə gözəllər, sancılmır buxağa güllərin dağlar. Yəni, kim tərəfindən sancılmır? Adamlar tərəfindən də. Yəni, o sancan kimdir? Bilinmir. Burada cavab D-dir. Məhçul növdədir. Mələşmir birgəlikdədir. Kişnəmir məlumdadır. Və salam. Cavab D. Deyir, birindən məhçul, icbar, qarşılıq yaratmaq olar. Məsələn, bilişmək olmur, oxuşmaq olmur, dinləşmək olmur, güləşmək olmur, döyməkdən döyüşmək, döyməkdən döydürmək, döyməkdən döyülmək. Hər birini artıra bildim. Cavab D bəndidir. Yenə də məhçul, icbar, qarşılıq yaratmaq olur. Dayanışmaq olmur, üfürüşmək, işləişmək, eşidişmək yox. Yazışmaq, yazdırmaq, yazılmaq. Hər birinin şəkilçisini qoya bildim. Cavab E. İcbar növün şəkilçisi dır üstü 4-dür və t-dır. Cümlənin tərkibində deyir. Həm sevgi bəsləyir, həm can yandırır. Bax, özü edir də bunu. Kiməsə etdirmir ki. İşıq, işıqlanmaq, işıqlandırmaq. Yenə də özü edir, yəni məlum növdədir. Burada heç sən öldür, başqasına etdirmirsən, məlumdadır. Özü güldürür, məlumdadır, əyləndirir, özü edir. Amma bağının məhsulunu bazarda satdırardı. Bax, kiməsə edərdi, kiməsə etdirərdi. Yəni, bu olacaq icbar növdə. Cavab A variantı. Hansı sıradakı feillərdən biri subyekt tələb edir, digərsə tələb etmir. Subyekt işi görəndi, obyekt üzərində iş görüləndi. Əməl edildi, şəxsizdədir, yazıldı, məhçuldadır. Heç biri subyekt iş görən tələb etmir. Dilləndi, məlumdadır, deyindi, qayıdışdadır.
Yəni hər ikisində subyekt olacaq. Baxıldı şəxsizdədir, deyildi məchuldadır. Bunun heç biri istəmir. Yuyundu qayıdışdadır. Bu subyekt istəyir. Yəni uşaq özü yuyundu, işi öz üzərində görəcək. Yuyuldu, xalça yuyuldu kim tərəfindən bilinmir. Bu məchuldur, bu tələb etməyəcək. Ona görə cavab B-dir. Tikildi, görüldü. Yəni bina tikildi kim tərəfindən, subyekt yoxdur, bilinmir. İş görüldü kim tərəfindən, yenə də yoxdur. Tələb etmir. Feillərdən biri qayıdış, digəri məchul növdədir. Baxmaq, baxılmaq, sürmək, sürülmək. İkisi də bu şəxsiz, bu məchuldur. Göndərildi, məchuldur. Dərildi, məchuldur. Oxunmaq, çatdırılmaq, məchuldur. Yazıldı, məchuldur. Yazışdı, qarşılıqdır. Döyünmək, ürək özü döyünər, qayıdışdır. Döyülmək, qapı kimsə tərəfindən döyülər, məchuldur. D variantı cavabımız olar. Feillərdən biri icbar növdə deyil uşaqlar. Ağartdım, mən ağartdım. Ağdan ağarmaq, ağartdım. Özüm ağartdım. Məlum növdədir. Amma qazdırtdım, yazdırtdım, əkdirtdim, sildirtdim, kiməsə etdirdim. İcbarda damısı onlar. Məlum növdə olan feil işlənib. Saxlamaqdan saxlanmaq, saxlanırdı. Kim tərəfindən saxlanırdı, bilinmir. Bu məchul növdədir. Tez bir zamanda çadırlar quruldu. Kim tərəfindən? Məchuldadır. Mən sənin dilinə dəy, m inkar, ir zaman, əmşəx sonluğu. Heç bir növün şəkilçisi yoxdur ki, məlum növdədir. Əmr olundu. Kim tərəfindən əmr olundu? Bilinmir. Yoxlanılsın. Kim tərəfindən? Məchuldur. Bir mən deyiləm, hüsnə heyran, yayılıb. Kim tərəfindən şöhrətin yayılıb? Bilinmir. Məchuldur. Məchul və qayıdış növlərdə fərqli şəkilçi qəbul edir. Şöyle bürünmək, n qəbul edər, məna fərqli olar. Bürünmək, dağ dumana büründü, bu olacaq qayıdışda. Amma uşaq ədyala büründü, bu olacaq məchulda. Daranmaq, məsələn, tutaq ki, deyirəm ki, qız darandı, qayıdışdadır. Yun darandı, məchuldadır. Yəni yunu daramaq olur, bu olacaq məchulda. Qız bəzəndi, qayıdışdadır. Otaq bəzəndi, məchuldadır. Məna fərqi var. Hava tutuldu, qayıdışdadır. Oğru tutuldu, məchuldadır. Amma qayıdışda olacaq deyinmək, qarı deyindi. Burada qayıdışdadır. Demək deyinmək. Amma söz deyildi. Bu isə məchuldadır. Fərqli şəkilçi ilə olacaq. Məlum növdə olan feillər sırası. Məsələn, bax burada yarıldı, odun yarıldı. Kim tərəfindən? Məchuldadır. Yudurtmaq, kim? Yurmaq, yudurtmaq, yudurmaq, yudurtmaq. İcbardadır. Sonra paltar asıldı. Kim tərəfindən? Məchuldadır. Yığmaq, yığışmaq birgəlikdədir. Qaldı aydan ayıl olmur, qışdan qışqır olmur, qışqırmaq, qazdan qazan olmur, qazanmaq. Deməli, bunlar hamısı olur nə? Məlum növdə. Altından xətt çəkilmiş sözlərə əsasən verilmiş fikirlərə nümunələr arasında uyğunluğu müəyyən edin. Deyir, cümlənin mübtədası yoxdur, hərəkətin subyekti məlum deyil. Mübtəda yoxdur, subyekt işi görə məlum deyil. Bu şəxsiz. Cümlənin mübtədası var, hərəkətin subyekti məlum deyil. Bu məchul feil istəyir bizdən. Subyekt hərəkəti öz üzərində icra edir. Burada qayıdış növü istəyir bizdən. Subyekt hərəkəti başqasına icra etdirir. Bu icbar istəyəcək bizdən. Hərəkət bir neçə subyekt tərəfindən icra olunur. Qarşılıq birgəlik istəyəcək. Qəflətən qapı açıldı. Açıldı nə? Qapı. Mübtəda var. Görən, işi görən bəlli deyil. Yəni burada cavab, yəni 2-yə gedəcək A. Sonra uzun ayrılıqdan sonra dostlar görüşdülər. Bu birgəlikdir. Gedəcək 5-ə, deməli B. Atam həyatda su quyusu qazdırdı, kiməsə etdirdi, başqasına icra etdirir. 4-ə gedəcək C. Xəbərdarlıqdan sonra qaydalara əməl edildi. Burada mübtəda yoxdur, artıra bilmirəm. Bu şəxsizdir. 1-ə gedəcək D. Günortaya yaxın buludlar dağıldı, hava açıldı, özü etdi, 3-ə gedəcək E. Deməli, nə oldu uşaqlar?
Birə getdi nə? Tuta bilməyəcəm indi burada. Hara getdi bir? Hə, birə getdi D. D variantı. Gözümün cümlənin mübtədası yoxdur, hərəkətin subyekti məlum deyil, şəxssiz. Var, məchul. Yəni məchuldur. Öz üzərində icra edir. Bu qayıdışdır. Başqasına icra etdirir, icbardır. Hərəkət bir neçə subyekt tərəfindən icra olunur, qarşılıq birgəlikdir. Tərənnüm edilmişdir. Amil kimi səməni bu məchuldur. Kim tərəfindən? Tianşan dağları ətəyinə görüşdü. Bu qarşılıq birgəlikdir. Aynur müəllim şagirdlərinə peyzaj çəkdirdi. Bu icbardır. Əməl edilib, bu şəxssizdir. Bürünmüşdü, təbiət özü bürünmüşdü. Bu isə qayıdışdır. İndi özünüz tapıb baxarsınız. Tələsə-tələsə gedir, baxır, artmaq, artırmaq, artırırdı. Kənarda mənasına baxıb qayıdışa bənzətməyin uşaqlar. Qayıdışın şəkilsi ılınlıdır, o da burada yoxdur. Məchulun da şəkilsi, bunun da yoxdur, bunun da yoxdur. Deməli, olacaq məlumda. Məlum növdə deyirsə, başqa növlərin şəkilçisi olanda həmin variantları atacağıq. Məsələn, yazıldı, məchuldadır. Sonra tutuldu, məchulya qayıdış olar. Bunu da atacağıq. Döyüşdü, birgəlikdədir, qarşılıqdadır. Bu da gedəcək. Yudurtdu, doğratdı, icbardadır, getdi. Adlardan düzəlib qocaldı, barışdı, dağıldı. Heç bir növ yoxdur deyə A variantıdır. Hansı cümlənin feili qayıdış növdədir? Feili deyil, davam etdirdim, əməl edilir, nəzərə alındı, qapı açıldı, dan yeri sökülürdü. Cavab edir uşaqlar. Dan yerin sökülməyi, yəni səhər açılırdı, özü açılırdı. Bu qayıdış növdədir. Davam etdirdim, mən etdirdim, məlumdadır. Əməl edilir, şəxssizdə olacaq həmişə. Nəzərə alındı, məchulda olacaq. Açıldı, bu qayıdışda deyil, məchuldadır. Kimsə tərəfindən açıldı. Qayıdış və icbar növlər uşaqlar. Qayıdışda yazılmaq heç vaxt qayıdış olmaz, məchul olar. Sonra baxılmaq şəxssiz olar. Çalışmaq heç bir növ yoxdur, məlum olar. Aldırmaq, alışmaq məlum növdədir. Aldan alış olmaz, daha doğrusu alış kökü olacaq uşaqlar. Döymək, döyünmək qayıdış, geyinmək, geyinmək qayıdış, silmək, sildirmək icbar, əkmək, əkdirmək icbar. B variantı. İcbar və qarşılıq növdə. Gülməkdən gülüşmək, dolmaqdan doluşmaq, uzaqlaş, söndür. Uzaqlaş məlumdadır, getdi. Görüş, döyüş, yazılmaq məchuldadır, getdi. Sonra silinmək məchuldadır, bu da getdi. Bölmək məlumdadır, bu da getdi. Yumaq, yudurmaq, yudurtmaq, düzməkdən düzdürmək, görmək, görüşmək, yazmaq, yazışmaq. Cavab C-dir. Birgəlik feillər cərgəsini müəyyən edirik. Birgəlik feillər ış, şı olacaq. Mələmək, mələşmək, dağılmaq, dağılışmaq, hürmək, hürüşmək. B variantı. Feil məchul növdədir. Hamının nəzəri səhnədəkiləri dikmək, dikilmişdir. Yəni özü dikilib, qayıdışdadır. Alovlandı. Bu məlumdadır, adlardan düzəlib. Vaxtında keçmək, keçirmək, keçirildi. Bu kim tərəfindən keçirildi? Bilinmir, məchuldadır. Qoca, qocalmaq, qocaltmaq, qocaldır. Bu qoca, qocal, qocalt. Yəni burada məlumdur, heç bir növ yoxdur. Çəkmək, çəkildi. Duman özü çəkilib, bu qayıdışdadır. Məchul qarşılıq. Uşaqlar icbar növdədir. Söykənmək məlumdadır. Sonra almaq, aldırmaq, ağlamaqdan ağlatmaq, büzmək məlumdadır. Bu da getdi. Danışmaq məlumda. Hər variantdan birini çıxarsaq, döyülmək, alınmaq, vuruşmaq, yazışmaq. Növ şəkilçiləri var, məchuldadır. Qapı döyüldü, paltar alındı, onlar vuruşdular, onlar yazışdılar. Cavab D. İcbar növdə olan feillər uşaqlar. Döyüşürük, dırtı yoxdur.
Gülüşdük yoxdur. Mən özüm yandırdım. Məlumdadır. Başladı. Dır və t yoxdur. Yazdır, sildir, qazdır. A variantı. Nöqtələrin yerinə hansı söz əlavə olunsa, altından xətt çəkilmiş söz qayıdış feil olar. Deməli, validə bəzəndi. Otaq bəzəndi desək, orada məhsul növü olacaq. Bəzəməkdən bəzənmək kim tərəfindən bilinməyəcək. 2-ni atacağıq. Sonra səhnə bəzəndi. Səhnə kim tərəfindən bəzəndi? Onu da bilməyəcəyik. Bu da olacaq məhsul növdə. 5 də gedəcək. Yəni, qayıdış növü istədiyinə görə bizdən 2 olan, 5 olan variantları atarıq. Validə özü bəzənə bilər, qayıdış olar. Oxuyan özü bəzənə bilər, qayıdış ola bilər. Aktrisa özü bəzənə bilər, qayıdış ola bilər. 1, 3, 4. Birgəlik növün şəkilsi ış üstü 4 və ş-dır. Ağlaşdılar. Ağlamaqdan ağlaşmaq. Bəli, A-nı götürəcəyik. Burada deyir, məktəblilər falan burada yoxdur. Yazışırlar, bu qarşılıqdadır. Vuruşmaq qarşılıqdadır. Görüşmək qarşılıqdadır. Quc, qucaq, qucaqlar, şıdılar. Bu da qarşılıqdadır. Hansı cümlədə feillər məchul, məlum və qayıdış növdədir? Divar dibində qalın döşəkçələr qoyulmuş. Kim tərəfindən qoyulmuş? Bu məchuldur. Rəflərə isə çini qablar düzülmüşdür. Bu da kim tərəfindən düzülmüşdür? Bu da məchuldur. Yəni bizə nə deyil? Məchul olsun, məlum olsun, qayıdış olsun. Bu yox. Qazlar uçub onlara yaxın gələrkən oxlar yaylarından ayrıldı, uçdu. Burada qayıdış falan yoxdur. Gündüz yağan yağış gecə qara çevrildi, çevrildi. Burada da yoxdur. Əskər özü yıxıldı, düşdü, bu məlumdadır. Nə deyir bizə? Məlum, məchul, qayıdış. Qayıdış var, məlum var, amma məchul yoxdur. Açılır qapı, məchuldadır. Sonra baxan məlumdadır. Görünürdü, qayıdışdadır. Cavab olur E variantı. Sonra hansı cümlədə feillərin hər ikisi icbar növdədir? Biz bu binanı tikdirdik ki, özümüzdən sonra iz qalsın və tikdirdik bu icbar növdədir. Hər ikisi dediyinə görə bu qalsın məlum növdədir. Birazdan işıqları yandırıb, bu özü yandıracaq, bu icbar növdə deyil. Gəlirik bu tərəfdə. Şiddətli külək əsəndə meşədəki ağaclar yırğalanır. Bu məlumdadır. Yıxılırdı. Bu da məlumda. Qayıdışdadır daha doğrusu. O kəndə yol çəkdirdi. Bu icbardadır. Bilmədik. Bu məlumdadır. Çıxartdırdı, bağlatdırdı. Hər ikisi icbardadır. E variantı. Feillərdən birini işləmək yerinə görə həm qayıdış, həm məhsul növ kimi düşünmək mümkündür. Bu atılmaq olar. Əskər irəli atıldı, qayıdışdadır. Kağız yerə atıldı, bu məchul olacaq. Cavab D. Hərəkətin subyekti təsviflənən feilə aid deyil. Yəni işi görən təsviflənən feilə aid deyil. Elm bütün qapıları açar. Yəni burada elm açar. Bu təsviflənəndir. Ağılla yaşanan həyatın sonu xoşbəxtliklə bitir. Bax, bu məlumdadır. Sonra yaşanan burada feili sifətdir. Həyat bir kölgəyə bənzəyir. Bu bənzəyir. Nə? Həyat. Bu məlumdadır və təsviflənəndir. Pis əxlaq yaraya oxşayır. Bu da təsviflənəndir. Körpü onu keçənindir. Bax, burada keçənin burada feili sifətli xəbər vəzifəsindədir. Burada ağılla yaşanan həyatın sonu. Bu yaşanandan söhbət gedəcək. Cavab olacaq B variantı. Hərəkətin subyekti təsviflənən feilə aid deyil, təsviflənməyənə aiddir. Və yaxud bu da olar, körpü onu keçənindir. Hərəkətin subyekti, yəni iş görəndən söhbət gedir. Bu körpü heç subyekt deyil axı. Daha doğrusu iş görmür. Cavab burada B variantı olacaq. İcbar növdə olan feillər sırasını müəyyən edirik. Bildirdi özü məlumdadır. Sonra güldürdü özü etdi məlumdadır. Bağlatdırdı, düzüldü bu məchuldadır. Gətirdi məlumdadır.
Qazdırdı, kiməsə etdirdi. Biçdirdi, kiməsə etdirdi. Yudurmaq, yudurtmaq, kiməsə etdirdi. İcbardadır. Məhcul növdə olan feillər deyir. Eşitdi, bu məlumdadır. Yıxıldı, bu qayıdışdadır. Sonra yuyundu, bu qayıdışda olacaq. Qızardı, məlumdadır. Bozardı, məlumdadır. Söz deyildi kim tərəfindən? İş tapıldı, adam tapıldı. O görüldü, iş görüldü kim tərəfindən? Məhculdadır. Tərəfindən deyə bilirəmsə və orada şəkilçisi varsa məhculun cavab olacaq C. Dır şəkilsi artırdıqda icbar növdə olan feil düzəlmir. Pozdurmaq, kiməsə pozdurmaq düzələr. Sonra tikdirmək, kiməsə tikdirmək düzələr. Sildirmək, kiməsə sildirmək düzəlir. Yazdırmaq, kiməsə yazdırmaq, kiməsə döydürmək düzəlir. Ancaq sındırmaq, yandırmaq, söndürmək. Özüm sındıracam, özüm yandıracam, özüm söndürəcəm. Yəni etdirmirəm başqasına. Bu məlumdur. Eyler-Venn diaqramına əsasən sual işarəsinin yerinə uyğundur. Gülüşmək, qaçışmaq, dağılışmaq. Hər biri olacaq birgəlik növdə. Şəkilçi var, dağılışmaq. Birgəlik növdədir. Hə, nöqtələrin yerinə hansı ifadə əlavə olunsa ilk söz həm hərəkətin obyekti, həm subyekti deyir. Yəni qısacası qayıdış növü istəyir bizdən. Məsələn, tutaq ki, o həyətdə darandı. Daramaqdan daranmaq olsa, bəli, qayıdış növü olacaq. O həm subyekt olacaq, həm obyekt olacaq. Yəni işi öz üzərində görəcək. Qrammatik məna növünə görə fərqli feil işlənmiş. Bütün mülkü dövlətə təhvil verilsin. Təhvil verilsin nə mülkü? Kim tərəfindən? Məlum deyil, məhculdur. Bu bitki növünə ölkəmizdə təsadüf olunur. Təsadüf olunmaq həmişə olur şəxssiz. Pay, paylamaq, paylanmaq. Nə? Çay stəkanları. Bu məhcul. Bağ, bağlamaq, bağlandı. Qapılar bağlandı. Məhcul. Onun haqqında mərkəzi qəzetlərdə məqalələr çap olunurdu. Çap olunurdu. Nə məqalələr? Kim tərəfindən? Bu məhculdur. B variantı şəxssizdir. Qrammatik məna növünə görə fərqli feil işlənmiş deyil. Cümləni müəyyən edirik. 2 gün sonra hər tərəf yoxlanıldı. Yoxlamaq, yoxlanmaq, yoxlanılmaq məhculdadır. Yuyunmaq qayıdışdadır. Yıxılmaq qayıdışdadır. Məsələn, zabit özü yıxıldı. Xanım özü çəkildi qayıdışdadır. Ürəyi özü döyündü qayıdışdadır. Bu məhculdadır. Fərqlənən A variantıdır. Məlum növdə olan təsriflənən feil hansı cümlədədir? Otağın pəncərəsini açdırdı, bu kiməsə etdirdi, icbardadır. Gecədən yağan yağış səhərə yaxın kəsildi, bu özü yağış kəsilib, bu qayıdışdadır. Gizlədilmiş silahlar tapıldı, kimsə tərəfindən tapıldı, məhculdadır. Jurnalistlərin bütün suallarına dəqiq cavab verir, bu məlumdadır. Külək əsdikcə güllərin xoş ətri ətrafa yayılırdı. Bu qayıdışdadır. Özü yayılırdı. Cavab D variantıdır. Özü cavab versə belə burada qayıdışın şəkilçisi yoxdur. Yəni mütləq ki, şəkilçi çıxmalıdır. Hansı feil məhcul və qayıdış növdə eyni şəkilçi qəbul edir? Bu bəzənmək sözüdür. Bəzənməyin mənası fərqlənəcək sadəcə. Qız bəzəndi, qayıdış növdədir. Otaq bəzəndi, məhcul növdədir. Amma geyindi, geyildi, deyindi, deyildi, yuyundu, yuyuldu, döyündü, döyüldü. Digər növlərdə fərqli olacaq. Feilin qrammatik məna növlərinin birinə aid şəkilçilərin eyni bir sözdə işləndiyi nümunəni müəyyən edin. Rəssamlar İttifaqı məşhur sənətkarın rəsmini hazırlatdırmışdı. Hazır, hazırlamaq, hazırlatmaq, hazırlatdırmışdı. Yəni söhbət yəqin ki, icbar növdən gedir. Dır və tır şəkilçisindən söhbət gedəcək və o da ikisi də bu feildə var. Yəni cavab olur A variantı. Nümunədəki feillərin qrammatik məna növünü müəyyən edirik. Yoldaşları ilə ayaqlaşmaq məlum növdədir. İşi vaxtında başa çatdırmaq məlum növdədir. Görünmək qayıdış növdədir.
Məlum qayıdış. Hansı cümlələrdə məhsul feili işlənib? Buradan keçən il yonca əkilmişdi. Kim tərəfindən əkilib bilinmir. Məhsuldur. Ümumi iclasın qərarı bizə oxundu. Oxunmaq kim tərəfindən bilinmir. Məhsuldur. Güllər özü açılmışdı. Qayıdışdadır. Düşmənin işğal etdiyi torpaqlar geri alındı. Kim tərəfindən? Məhsuldur. Duman dağlardan çəkildi. Bu qayıdışdır. Feil qarşılıq birgəlik növdədir. Burada qarşılığın şəkilçisi yoxdur. Sonra vidallamaq deyə bir söz yoxdur deyə. Burada da qarşılığın şəkilçisi yoxdur. Sadəcə 2 ilə 3-də salamlaşdılar. Salamlaşmadılar. 2 ilə 3. Məntiqi ardıcılığı gözləməklə sıranı tamamlayan söz. Danış, danışıldı, məhsuldur. Dostlaşdılar, məlumdur. Tikməyi, tikdirmək, tikdirdik, icbardır. Görmək, görünmək, düdəki bu qayıdışdır. Deməli, məlum var, məhsul var, icbar var, qayıdış var. Nə yoxdur? Qarşılıqdan tapacağıq. Dalamaq, dalaşdılar. Bu məlumdur, 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 məlumdur. Cavab A. Yenə də məntiqi ardıcılıq deyildi kim tərəfindən? Məhsuldur. Oynayardı, məlumdur. Qarşılamaq, qarşılaşdılar, qarşılıqdır. Qazdırdı, kiməsə qazdırdı, icbardır. Deməli, biz nə tapacağıq? Qayıdış tapa bilərik. Olmayanı. İcbar növdə feillər. Sən özün yandır, məlumdur. Uşaqları sən öyrət, məlumdur. Kiməsə sildir, icbardır. Bu, dır və t yoxdur, məlumdur və qərara alınır. Kimsə tərəfindən daha doğrusu məhsuldur və ya şəxsizdir. Məktubu yazdırt. Kiməsə yazdırdacaqsan, bu icbardır. Məlum növdə olmayan. Bax, gün çıxdı, özü çıxsa belə şəkilçi yoxdur, məlumdadır. Səhər açıldı, özü açıldı, şəkilçi də var, qayıdışdadır. Saraldı, növ şəkilçisi yoxdur, məlumdadır. Dərsini özü oxusa da növ şəkilçisi yoxdur, məlumdadır. Duman özü çəkildi, şəkilçi də var, qayıdışdadır. Adlardan düzəlib deyə bu məlumdadır. 2 ilə 4 qayıdışda olacaq. Məchul feil işlənmiş. Gavallar sulandı. Bu gavallar meyvənin yetişməyindən söhbət gedir deyə. Burada sul sözün köküdür. Lan bütöv gedəcəkdir. Qrammatik. Yəni burada məchul deyil. Yəni ki, ağacdan söhbət getmir. Meyvənin içinin yetişməyindən söhbət gedir. Bu məlumdadır. Fermer təsərrüfatına məxsus olan sahələr suvarmaq, suvarmaq, suvarılmaq. Kim tərəfindən? Bilinmir. Məhsuldadır. Göl, gölləmək, gölləmək olmur, gölləndi, məlumdadır. Bütün otaqlar səliqə ilə yığışdırılmışdı. Kim tərəfindən? Bilinmir. Məhsuldadır. Bu qarşılıq zamanda çoxları varlamaq yoxdur, varlandı, məlumdadır. İcbar feil işlənmiş cümlələr dır və t olacaq. Toxudurdu, toxumaq, toxutmaq, toxudurdu, kiməsə toxudurdu. Bu icbardadır. Yoxlatdırmaq, kiməsə yoxlatdırmaq icbardadır. Özü yandırdı, icbar deyil. Kiməsə tapdırdı, elətdirdi, icbardadır. Hansı feillər icbar növdədir? Özüm qaldırdım, məlumdur. Kiməsə pozdurdum, icbardır. Kiməsə söndürdüm, yox. Özüm söndürdüm, məlumdadır. Kiməsə qazdırdım, icbardadır. Özüm sındırdım, məlumdadır. Cavab burada oldu. 2 ilə 4. İcbar növ özüm güldürdüm, məlumdadır. Özüm sildirdim, icbardadır. Özüm elədim, məlumdadır. Kiməsə etdirdim, bunu da kiməsə elətdirmədim. Olacaq 2 ilə 4 cavab. Qarşılıq birgəlik növ. Xudahafizləşmək burada məlumdadır, ışı yoxdur. Barışdılar, məlumdadır. Görüşmək bu qarşılıqdadır. Sonra vuruşmaq qarşılıqdadır. Salamlamaq, salamlaşmaq qarşılıqdadır. Həm qayıdış, həm məhsul növdə olan feil işlənmişdir. Həm qayıdış, həm məhsul növdə. Bax, məhv edilir kim tərəfindən? Məhsuldur. Çəkilirdi, su özü çəkilirdi, qayıdışdadır. Dan yeri sökülür, səhər açılır, hər ikisi qayıdışdadır. Saxlasın, bu məlumdadır.
Bu da məlumdadır. Yaradılan, yaratmaq, yaradılmaq. Bu kim tərəfindən yaradılıb? Feili sifətdir, məchuldadır. Sonra almaq, görünmək, alınmaq, özü alınırdı vəziyyət. Özü görünürdü, bu qayıdışdadır. Düzgün fikirləri müəyyən edirik. Kökü və başlanğıc olması eyni deyil. Hal, hallamaq olmur, hallanmaq. Kökü haldır, başlanğıc olması hallanmaqdır, düzdür. Təsviflənən feillər də təsviflənməyən feillər kimi tərkib yarada bilər. Olar. Yəni, məsələn, olmaq, etmək, kömək etmək, dost olmaq. Məlum növdə olan feillər qururca sadə, düzəltmə, mürəkkəb ola bilər, düzdür. Sadəsi də olar. Digər növlərin sadəsi olmaz. Atıldı feilini həm məchul, həm də qayıdış kimi düşünmək olar. Feillər kimi tərkib yaradır. Atıldığını düşünə bilərik. Məsələn, əsgər irəli atıldı. Aha. Bir də kağız irə atıldı. Bunu götürəcək. Çataq sözü feilin yalnız bir şəkli kimi düşünür. Xeyr, əmrdə də ola bilər. Bu, arzuda da ola bilər. Əmrdə olanda çat-aq. Bir də arzuda olanda çat, çataq. Belə olacaq. Deməli, uşaqlar, burada tərkib yaratmanı, yəni belə təsviflənməyən feillərin tərkib yaratması ilə, bu da təsviflənəndə tərkibi feillər ola bilər. Tərkib yaratmaq yox, təsviflənməyə aiddir. Bu yanlış gedəcək. Ona görə 1, 3, 4 olur. Qrammatik məna növlərinə görə işlənmə ardıcılığı deyir bizə. Duman çəkilir, özü çəkilir, bu qayıdışdadır. Yenə də fikirləri qarışmışdı, bu məlumdadır. Deməli, 2, sonra 4. Əkilmişdi, kim tərəfindən əkilmişdi, bilinmir, məchuldadır. Pozdurdular, kiməsə pozdurdular, icbardadır. Dan yeri yenicə sökülürdü uşaqlar, özü sökülürdü, qayıdışdadır 2. İdmançılar daha inamla güləşirdilər, məlumdadır 4. Sökülür binalar, kim tərəfindən bilinmir, məchul 1. Kiməsə qazdırdı, bu da icbar 2, 4, 1, 3. Cavab olur belə. Belə uşaqlar. Ümid edirəm ki, sizə faydalı olacaq. Hər birinizə uğurlar.